Əsasən mühüm olan məsələ insanların bir-birini qavramasında budur ki, biz adətən insanları görməkdən daha çox birinci olaraq insanları anlamağa çalışırıq. Onların sözlərinə, onların rəftarlarına, onların müəyyən münasibətlərinə məna verməyə çalışırıq. Bu mənalar bizim tərəfimizdən, yəni bir şəxs tərəfindən qarşı tərəfə verildiyi zaman insan burada müəyyən səhvlərə, xətalara yol verir. Və bunların hamısı ümumilikdə insan psixikasında, insan psixologiyasında gedən bəzi proseslərdən yaranır və bəzi proseslərdən doğur. Bu çıxardığımız mənalar, yəni insanların rəftarına, insanların davranışına, insanların münasibətinə bizim verdiyimiz mənalar çox zaman bizim bir-birimizi səhv anlamağımıza, səhv qavramağımıza səbəb olur. Çünki biz digərlərini obyektiv olaraq, yəni olduğu kimi görməkdən daha çox subyektiv olaraq, yəni öz eynəklərimizə əsasən, zehnimizdəki düşüncələrə, ölçülərə, parametrlərə uyğun olaraq insanları qiymətləndirdiyimiz üçün onların davranışlarına, əməllərinə, rəftarlarına məna verdiyimiz üçün bizim əslində həqiqəti görmək, qarşımızda olan şəxsi görmə şansımız, belə desək, azalmağa başlayır. Onun faizi, miqdarı, görüntünün, həqiqətin miqdarı azalır. Buna görə də biz çox zaman bir-birimizi yanlış qavrayırıq.